Deməli, salam əzizləyicilər. Malibu'dur, 1.5 motor. Avtomobili bir neçə işlər gördük və sonradan stage yazdıq, at gücünü artırdıq. Avtomobil səbəblə çıxır test sürüşünə. Avtomobildə 1.5 mühərriklərdə bunlarda çox vaxt fikirləşmə olur və yerindən cəhdliyi həmişə az olur. Biz bunlara stage yazdıq. Biz yoxlayırıq ilk öncə avtomobili, hər şey qaydasında okeydirsə, maşına stage yazırıq, yəni at gücünü artırırıq. Avtomobili də yoxladıq, qardaş maşınına baxan qardaşdır, elə yanımızda əyləşib, sadəcə olaraq deyir, düşmək istəmirəm. Test sürüş elədin, özünü də yoxladın, necə idi? Mükəmməl, ideal nəticə. Həqiqətən bəyənməsin. Çox sağ ol qardaşım, var ol. Avtomobil sahibi də yanımızda əyləşib. Avtomobildə hal-hazırda heç bir problem yoxdur və 0-dan 60-a qədər sürətlənməyi tam ideal vəziyyətdədir. Avtomobildə heç bir, yenə deyəm, fikirləşmə yoxdur və çəkim də əladır. Daimi olaraq da 95 sürülməyini mütləqdir. Qardaş özü də zaten bilir və 95-in sürür daimə. Yəni 0-60 sürətlənməyi əladır. Təşəkkürlər, izləmədə qalın.